Təəssüflər olsun ki, ömrümdə eşitmədiyim qədər söyüşü sosial şəbəkələrdə eşidirəm. Həm şəxsimə qarşı, həm də müxtəlif videolarda bu cürə sözlərin şahidi oluram. Halbuki dostlar, müsəlman əlindən və dilindən heç kimə zərər verməyən, başqaları müsəlmanın əlindən və dilindən zərər görməyən, heç kimə aşağılamayan şəxsdir. İslamda hətta inkarçıya söymək də, kafir olaraq qəbul ediləni təhqir eləmək də çirkin davranış olaraq qəbul edilir. Çünki söyüş insanlar arasında kinə gətirib çıxarır, nifrətə gətirib çıxarır, düşmənçiliyə gətirib çıxaran bir yanaşmadır, ifadə qüsurudur. Söyüş söymək nalayiq, pis, ədəbsiz, kəskin sözlərlə təhqir eləməkdir. Əslində biz Qurana baxdığımız zaman söyüş sözünü görə bilirik. Çünki ərəb dilində də məsələn bununla bağlı səbb sözü var. Şətm sözləri ilə ifadə edilir. Quranda səbb sözü 2 dəfə işlədilir. İkisi də Ənam surəsinin 108-ci ayəsində. Ayədə deyilir ki, Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən düşməncəsinə Allahı söyərlər deyir. Yəni fikir verin, Allahdan başqasına ya da başqalarına Tanrı kimi qəbul edənlərə qarşı da söyüşdən istifadə edilməməsi qəti olaraq bildirilir. Quranda məsələn bizim dilimizdə də istifadə olunan tənə eləmək sözü var. Məsələn kiminsə gizli işini, nöqsanını, eybini, qüsurunu ya da hansısa xoşa gəlməz cəhətini üzünə vurmaq, məzəmmət eləmək mənasına gələn bu söz də əslində Quranda işlənilir. Quranda 2 ayədə keçir. Ümumiyyətlə Allah bizdən pis sözlər deyil, əksinə xoş sözlər söyləməyimizi istəyir. Nisa surəsində 9-cu ayəsində düz söz danışmağımız tələb edilir dəfələrlə həm də. Başqa ayələrdə də məsələn var, gözəl danışın, düzgün danışın, doğru danışın deyilir. Hətta Quranda bilirsiniz ki, zalim olaraq bəhs edilən bir Firon var. Hətta Fironun qarşısına göndərdiyi peyğəmbəri, elçisi Musaya da həmin o tərcümələrə görə deyir ki, onunla mülayim davran, onunla mülayim danış, onunla yumşaq danış. Taha surəsinin 44-cü ayəsinə baxa bilərsiniz. Ümumiyyətlə Allah pis dildən istifadə edilməsini sevmədiyini də bildirir. Bu da Nisa surəsinin 148-ci ayəsində görə bilərsiniz. Nur surəsinin elə 24-cü ayəsində qiyamət günü dünyada elədiklərimiz soruşulanda dillərimizin də bizə şahidlik edəcəyi bildirilir Rəbbimiz tərəfindən. Yaddan çıxarmamalıyıq ki, insanı insan eləyən dili və dili ilə ifadə etdiklərinə uyğun olaraq davranışlarıdır. Söyüş söymək gözəl sözləri işlətdiyimiz dilimizə xələl gətirir. Heç peyğəmbər də haqqı inkar eləyənlərə qarşı təhqir işlətməyib, pis söz deməyib, hətta ətrafındakıların demələrinə də imkan verməyib. Çünki Allah Quran-Kərimin Furqan surəsinin 63-cü ayəsində özlərini bilməyən insanlar onlara sataşanda bir salam deyərək ötüb keçərlər. Dillərini söyüşlə açmaq səviyyəli insanların ifadələri deyil. Qarşıdakı insanın səhvinə səhvlə cavab verilməz. Çünki müsəlman nemət olaraq verilən dilinə pis söz gətirməz. Biz yaddan çıxarmamalıyıq ki, bunlara görə Yaradana mütləq cavab verəcəyik.